siz zəhərli zobdan şübhələnə bilərsiniz. Necə? Məsəl üçün, zəhərli zobun ən əsas əlaməti sürətlə arıqlama. İnsanlar 2 aya 15-20 kilo çəki artır. Və necə atır? İştahı yaxşı ola. İnsan yeməkdən doymur. Gündə 6 dəfə, 7 dəfə, 8 dəfə qidalanmağına baxmayaraq, bu insan 2 ay ərzində 15-20 kilo çəki artır. Atır, bəli. İkinci əsas əlamət ürək döyüntüdür. Normada insanların ürək döyüntüsü dəqiqə ərzində 80-85 civarındadır. Bu xəstələrin isə ürək döyüntüsü qalxır 100-ə, 120-yə və insanı çox narahat edir. Üçüncü əsas əlamət əsəb, əllərin titrəməsi. Yəqin ki, haradasa görmüsünüz. İnsanların qabağa gözü Göz bəbəkləri, bəli. Bəli. Əgər siz elə insan görürsünüz ki, 99% bilin ki, bu adamın zəhərli zobu var. Bu əsas əlamətləridir. Sonra əsəbilik, istiyə dözümsüzlük, tərləmə, tez yorulma kimi əlamətlər varsa, siz zəhərli zobdan şübhələnə bilərsiniz. Ümumiyyətlə, zəhərli zobun, ümumiyyətlə zob diaqnozunun çətinliyi nədədir? Niyə adətən zəhərli zoblar, məsəl üçün, gec diaqnoz qoyulur? Baxın, insan sürətlə arıqlayır. İnsanın ürək döyüntü yüksək. Heç vaxt düşünməsiniz ki, bu zobdan ola bilər. Birinci, hara gedərsiniz? Ürək döyüntüsü varsa, kardioloqa, ürək həkimi, tamamilə doğru. Sürətlə arıqlayır. Bu insanın yəqin ki, bir xəstəliyi var ki, bu sürətlə arıqlayır. Və diaqnostika problemi odur. Və qalxan vari vəzi o qədər fərqli orqanizmin hər bir orqana təsiri var deyə. Diaqnostikası biraz gec ola bilər və müalicə gec başlayır. Və bu səbəblərdən biridir. Bilinmir. Hər bir orqana verə bilər. Tərləmə verir, əsəb verir, sümüklərdə ağrılar verir. Yəni, o qədər fərqli əlamətlər var ki, bu diaqnoz qoyulması problemdir. Amma tam diaqnoz düzgün qoyulandan sonra müalicəsi çox asandır.